Salam. Situasiya 31-in həllinə başlayırıq. Oxuyuram məsələni. Şagirdlər bayram şənliyi üçün 15 ədəd göyük, qırmızı və yaşıl rəngdə düzgün altıbucaqlı prizma formalı qutu hazırladılar. Hər bir qutunun yan səthinin açılışı 6x42 ölçülü düzbucaqlıdır. Həcmi isə bu şərtlər daxilində ən böyükdür. Oturacaqlardan hər birinin oturacağı elə dairə formalı kartondan kəsilib hazırlanıb ki, etki ən az olsun. Bir qutunun həcmini tapın. Deməli, onda düzbucaqlı bu formada olacaq. Deməli, açılışda 42-ni onda böləcəyik 6-ya, düzgün altıbucaqlı olsun. Tərəf olacaq 7. Deməli, oturacaq düzgün altıbucaqlıdır, tərəfi də 7-dir. Hündürlüyü də 6-dır. Qutunun həcmini soruşur. Prizmanın həcmi oturacaq bir h-dır. Oturacaq düzgün altıbucaqlıdır. Düzgün altıbucaqlının sayısı a kvadrat kök altda 3 böl 4 vur 6'dır. Bu düzgün altıbucaqlının sayısı hündürlüyü də 6'dır. A'nın da qiyməti 7'dir. 7'nin kvadratı 49 kök altda 3. 6'da 6 36. 36'nı 4'e böldük 9. 9 üzeri 9 eşittir 1. 8 yadda 36 o da 8 441 kök altda 3. Cavab 441 kök altda 3. Doksan iki. Bir kutunun oturacağı hazırlanarkən dairə şəkilli kardondan itkiyə gedən hissənin sayısını tap. Deməli, düzgün altıbucaqlıdır. Dairədir, dairədən düzgün altıbucaqlı çəkilib. Deməli, tərəf burada 7'dir. Düzgün altıbucağının tərəfi xarici çevrimi çevirən radiusla bərabərdir. Onda radius da oldu burada 7. Radius 7'dirsə onda dairənin sahəsi pi r kvadrat pi'ni 3 götür deyir. 7'nin də kvadratı 49. %147 dairenin sayısı. Düzgün altıbucağının da sayısı a kvadrat kök altda 3 böl 4 vur 6'dır. A'nın değerine 7, bu yanda 49. Vur 6 böl 4. Kök altda 3'ün de qiymətini deyir 1.17 götür. Altı ilə 4 2'ye gelir 2 3. 27 147 vur 1.17 böl 2.
Deməli 147-ni vuraq onda. 2-də 1 10 idi, 3 onda 4-ə. 4 idi 28, 2 yadda, 16, 18 bir yadda, 5, 3 idi 21, 2 yadda, 14 bir yadda, 4, 8, 9, 9, 4, 499 sam onda 8. Ondan böyük alındı bu. Burada hesablama səhv aparmışım. Bölməydi, vurma eləmişim. Deməli 147-ni 1 onda 7-yə vurub sonra 2-yə böləcək. 2-yə böləndə 1 onda 0-dan 185 eləyir. 147-ni biz vuraq 0-dan 185-ə. 5 də 35, 3 yadda 23, 2 yadda 7, 8 idi 56, 5 yadda, 8 4 32, o da 5, 37, 3 yadda, bu da 11. 5, 9, 4, 2, 1. %24'ten %95. Bir itkiyə neçə faiz gedib? Deməli, onda dairənin sahəsindən çıxacaq. Altıbucağın sayısı böləcək dairənin sayısına. Vuracaq 100'ə. Çıxanda bu neçə eləyəcək? 100'dən 95 çıxanda 0,5. Bir yer götürmüşük. 144'ten de 124 çıxanda 20. Bölmə 147. Vurmaq 100. 205. Bölmə 147. ...2005 bölü 147. Bir dəfə 147, 53, bu da 5. 4 çıxdı 3. Faiz soruşmur. İtkiyə gedən hissənin sahəsi. Onda çıxacaq kifayətlənəcəklər. %147'den çıxacaq 124'dan %95. 5, 0, alttan 4, 2, bu da 2. 22 tam %5. Santimetrin kvadrat. Cevap 22 tam %5.
Nömrə 93. Yaşıl qutuların sayı göy qutuların sayından 3 dəfə çox, qırmızı qutuların sayından 1 ədəd azdır. Yaşıl, göy, qırmızı. Yaşıl qutuların sayı göy qutuların sayından 3 dəfə çox. Göy qutuların sayı x olsa, yaşıl qutuların sayı 3x. Qırmızı qutuların sayından 1 ədəd azdır. Onda qırmızı qutular 1 ədəd çoxdur yaşılda. Hamısını toplasıq. 15 dənədir. 7x bərabərdir 14. X bərabərdir 2. Yaşıl oldu 6'da, 2'də, bu oldu 7'də. Bu kutuların 3'ü təsadüfən seçilir. Kutu neçədədir? 6, 2, 7, 15'də. 15'dən 3'ü təsadüfən seçilir. Beş vur 7 vur 13. Seçilen kutuların hamısının eyni rəngli olması hadisəsi. 6 yaşın içindən bir yaşıl 6 üsulundan, 2 göyün içindən bir göy 2 üsulundan, 7 qırmızı içindən bir qırmızı 7 üsulundan seçərik. Onda ihtimal 65'te 12. Düz gəlmədi. Görə harda səhv oldu. Hamısı eyni rəngdə deyir. Mən hamısı müxtəlif rəngdə olanı tapdım. Hamısı eyni rəngdə nə deməkdir? Yəni ya altısı da yaşıl olsun, 3 yaşılı, 3'ü də yaşıl olsun. 3 yaşılı, 6 yaşının içindən altdan üsulundan seçə bilərik. Göy seçə bilmərik, göy kirədir çünki, ya da ki, qırmızı olmalıdır. 7'də ədən 3'ü. 6 vur 5, vur 4, 1 vur 2 vur 3. 7 vur 6 vur 5, 1 vur 2 vur 3. 20, üstəgəl 35. Eləyir 55. Onda ihtimal bərabərdir. 55 bölünsün. 5 vur 7 vur 13. İxtisar getdi 11. 91'də 11. Cavab Situasiya 32. Cabit pul yığmaq üçün kassaya atdı. Cabit pul yığmaq üçün kassa aldı. Kassanın aşağı hissəsi xətt ölçüləri 20, 25, 8 olan düzbucaqlı paralellepiped, yuxarı hissəsi isə oturacağı düzbucaqlı trapezi olan düz prizma şəklindədir.
hissəsi isə oturacağı düz bucaqlı trapesiya olan düz prizma şəklindədir. Trapesiyanın kiçik oturacağı 5 sm, kiçik oturacağı 5 sm, kassanın ümumi hündürlüyü 20 sm-dir. O boş olan kassaya pul atmağa başladı. Kassaya hər gün əvvəlki gündən 20 qəpik çox olmalı pul atdı və 30 gün ərzində 120 manat pul yığdı. Nömrə 94. 30 gün ərzində yığılan pulların 111 manatı kağız. Deməli, onda başlayaq bu ədədi silsilə aiddə. Birinci gün 20 qəpik atıb. Hər gün əvvəlki gündə 20 qəpik çox olmalı pul atdı və 30 gün ərzində birinci gündə qədər atıb vermir. Amma deyir ki, hər gün əvvəlki gündən pul atmalı. Kassaya hər gün əvvəlki gündən 20 qəpik çox. Silsilə fərqi verib 20-dir. 30 gün atıb. 123 manat pul yığdı. Eseyin 123'dür. Öyle əvvəl nə qədər pul atıb onda ora. Eseyin bərabərdir. 2A1 verilənləri nəzərə alaq burada. Eseyin 123. A1 yeni yerine 30 qoysu 29 deyək də 20'dir. Orada 30 bölü 2. 15. %20 manatı da qəpiylə yazaqda. 123 12315'e böləndə 8 15 120 30'u bölən 15 2 0 580. Birinci gün deməli 120 qəpik. Yəni 1 manat 20 qəpik atıb birinci gün. Nömrə 94 deməli. Deməli 30 gün ərzində yığılan pulların 111 manatı kağız. Onda 123'dən biz 111'i çıxaq. 12 manatı dəmir puldur. Qalanları isə 20 qəpik və 10 qəpikdən ibarətdir. 20 qəpiklərin sayı 2 olsun. 10 qəpiklərin sayı Y olsun. Cəmi 12 manat. Yəni 1200 qəpik. Kassada cəmi 72 ədəd metal pul var. X plus Y 72. Neçə 20 qəpik olduğunu tapın. İkinci tənliyi mənfi 10'a vuraq, toplayaq. 10x 720 çıxanda 480. X elədi 48. Cavab 48.
İndi burada biz 10 qəpilərin də sayını tapaq bəlkə lazım oldu. 72-dən çıxaq 48, 24 dənə də 10 qəpikliyi var. ...95. 10-cu gün kassaya nə qədər pul atılıb? 10-cu gün. A10 bərabərdir. A1 üstəgəl 9-dir. A1-i də tapdıq bəyaqları 1 manat 20 qəpik. 9 vurulsun D 20. 180 300 qəpik. Bu deyil 3 manat. 3 manat atılıb. Cavab kassanın həcmini tapın. Nömrə 96. Düzbucaqlı palipetin həcmini tapaq əvvəl. 20 vur 8 vur 25. 20 vur 200. Bu da 4000. 4000 kub santimetr. Sonra qaldı prizmanın həcmi. 5 deməli ikinci. Prizmanın S oturacağı vur H-dir. Oturacağı trapesiyadır. Trapesiyanın da sayısı oturacaqları cəminin yarısı. Vur trapesiyanın hündürlüyü. Oturacaqları 5 ilə 25. Hündürlüyü də ki 20'dir trapesiyanın. Yok. Hündürlüyü 20'dir. Ha. 24. 20'den 8 çıxanda. Deməli cavab oldu 7600. Trapesiyanın hündürlüyünü göstərdim burada 12'dir. 20'den çıxırıq 8. Situasiya nömrə 33. Tələbələr layihə üzrə 3D printerində aşağı hissəsi ox kəsiyin, təpə bucağı, düz bucaq olan konus, orta hissəsi bərabər tərəfli silindir və yuxarı hissəsi yarım kürədən ibarət detal çap etməlidirlər. Detalın hündürlüyü 4 cm. Onu təşkil edən hissələrin radiusları isə eynidir. 12 ədəd detal eyni zamanda qoşulmuş 2 printer vasitəsilə 8 saata çap edildi. Nömrə 98. Printerlərdən biri bir detal digərinə 2 saat tez çap edir. Biri 2 saata, o birisi x-1 saata çap edir. Onlardan hər biri bir detal neçə saata çap edər? 2 saata çap edən 1 saata detalların x-a biri, x-1 saata çap edən x-1 də birin. İkisi 8 saata çap etdiyindən 1 saata 8'də birini çap edir. Anlamı tənliyi həll eləyək. Məxrəclə qurtardıq. 17x. $289
Deməli, burada deyir ki, 12 detalı 8 saata çap edirlər. 12 detalı ikisi 8 saata çap edir. Onda bir detal neçə saata çap edərlər? Bir detalı deməli 12'də 8 saata çap edərlər. Bir detalı 12'də 8 saata çap edirlərsə, bir saata 8'də 12 hissəsini çap edərlər. 8'də 12. Biri bölülür 12'də 8'e. Onda burada olacaq burası 12. On 6x çıxmaq 8 bərabərdir 12x kvadrat çıxmaq 12x. Yarıya bölməni eləyək 196. 96. 14 çıx 10 böl 12. 6'da 1 x2'də bərabərdir. 14 üstə gəl 10 böl 12. 2. Deməli, 6'da 1 məsələnin şərtinə uyğun gəlmir. Çünki 6'da 1-dən 1 çıxmaq olmayacaq. Deməli, 1 2 saatı, o birisi də 2 çıx 1, 1 saat. Cavab 1 saat və 2 saat. Deməli, 97-ni eləyək. Əvvəl yarımkürənin həcmini tapaq. Yarımkürənin həcmi 3/4 pi kub bölü 2-dir. Pi-nin yerinə 3 qoyaq, r-in yerinə 4 qoyaq, hesablayaq, eləyir 128. Sonra silindr hissəsi, bir də qaldı konus hissəsi. Deməli, buradan bura neçədir, buradan bura? Bu 4-dir, neçədir bu? Dörttalın hündürlüyü 4 santimetr. Radiusları eynidir. Radiusu bizə verməyib, 4'dür. Bu detalın hündürlüyü 4. Onda bu düz olmaz mı? Detalın radiusunu R götürək. Kürənin bulağı. Deməli, bu olsun R. Silindr bərabər tərəflidir. Onda buraya olur 2R. Konus düzbucaqlı üçbucaqdır, burada ox kəsiyi. Düzbucaqlı üçbucaqdırsa, deməli, əgər bu radius eynidir, R deyilsə, onda düzbucaqlı üçbucaq olduğuna görə burada R olur. Deməli, onda konusu hündürlüyü oldu R, üstə gəl 2R, üstə gəl R. Bu 4 elədi. Buradan R bərabərdir 1. R eləyir 1. Bu düzbucaqlı üçbucaqda CAB. Ona görə bu iti bucaq bura 45 dərəcədir. 45 dərəcədirsə burada 45 olur. Otacaq çevrəsinə radiusu hündürlüyü eyni olur. Burada da eyni qayda ilə. Yarım kürədir, radiusları eynidir.
Radius oldu 1. Yarımkürenin həcmi. Yarımkürə. 3'te 8, 3'te 4'ü 2'ye böldük. Pi r kub. Pi'nin yerine 3 yazacağız. O r'in yerine 1. Böyle de 8 santimetrin kubu. Sonra silindir. Pi r kvadrat h. R 1 değil. H'daki 2'dir. Beraber tərəfli olduğuna göre silindir. Bu da 6 santimetrin kubu. Kaldı konus. 3'te 1 pi r kvadrat. Konusun hündürlüğü yazar böyük h. R 1'dir. Böyük h'daki yani o da r'dir. O da 1'dir. Bu da 1 kub santimetr. Ümumi V 8, 6, 1. 15 kub santimetr. Cevap 15. Burada 3'te 4'ü 2'ye bölende 3'te 2 20, 3'te 8 yazmışım. 3'te 2. 2'dir bu. Burada da bu 2'dir. 2, 6, 1, 9 edir. Cevap 9. Doksan 8'i eləmişik, bir də qalıb 99 sonuncu. Çap olunan detalların 25%-i ağ. 12 də detaldır da. 12'nin 25%. 3'ü. 3'ü ağ. Qalanları qara. 9'u qara. Layihə üçün təsadüf olaraq 82 detal. 12'dən ikisi. Altmış altı üsulundan seçilə bilər. Müxtəlif rəngli olması. Yəni bir ağ, biri qara. 3 ağın içindən bir ağı, 3 üsulundan, 9 qaranın içindən bir qara, 9 üsulundan. 27. Üçə ixtisar 7, 32, 9. 3'e böləndə 32 yox, 22. Yirmi ikidə 9. Cevap bu da sonuncu idi. Qurtardıq. Sağ olun. Hamınıza imtahanda uğurlar arzulayıram.